Gözümü döyübünə baxırsan, buzovnada bu qiymətə ev var. Yox. Bax, endirim olundu, gəldim. Dedilər endirim var, möhtəşəm bir endirim. Gəl, yola yaxın, asfalta yaxın. Düz yoldur, bax dostlar, gördüyünüz yoldur. Buzovna, Maştağa yolunun Özdə nədir, əl əsası qonşu gəlirlər. Qonşu gəlirlər, 2 mərtəbəli ev. Bağlı, bağçalı. Möhtəşəm bir evdir. Yoldakı bu evə nəyi? Cavabdır. Bəli, başımızla cavab deyil. Başımızla Çünki qapıdan cavab çıxan kimi deyil. bizi görəcəksiniz. Bəli. Tam narahat olma. Ən gözəl söz nədir? Badamlar burada. Nar getdi indi, üzüm, əzgil. Həyətində bu belə qladovkasında çəkərsən. Kladovkası qoyudan buranı götürüm. Dostlar, bax burada belə köməkçi otağı var, əl damı var, kombixanası var. Həyətdə belə bisetkası var, sanitar qovşağı var, bağ, bağça. Ən əsası nədir, Aytura? Ha. Bir yaşa. Gir yaşa. Dostlar, bir aldakı bir belə maklelər sizə deyir, başımızla cavab deyir. Yəni qonşumuzdur. 5 dənə ev bundan o tərəfə, saysaz 4 dənə, 5 dənə ev o tərəfə. Burada da neçə tonluq su ambarı var dostlar. Neçə ton? Daimidir, prosta ehtiyac. Hə, qazı, işığı, suyu, yəni hamısı da mövcuddur. Tam remontdur. Tam remontludur dostlar. Müəyyən əşyaları da inşallah tanışmaq olar. İndi gələrsiniz. Maraqlı bir evdir. Çox maraqlıdır. Burada belə sanitar qovşağıdır. Sən də bir eşələ hər yeri. Dostlar, çox belə maraqlı, belə zövqləndir. Gözəl. Əxi şokoladları qutardın əxi. Əxi gətirə bilmirik O şokoladlar bir gün burnundan gələcək. Yazıqdır. Dostlar, valla çəkiliş apara bilmirik. Aparan kimi süfrədə nə var yığır aparır. Biz də bizi də evdən Burada belə hə, mətbəxidir. dostlar, bura belə gözəl bunun əxi mətbəxdə bax. Qoşa daşda. Hamısı qoşa daşdır. Qoşa betonu kəməri. Hə, hamısı yerində. Dostlar, deməli aşağıda yataq otağı da var. Ay, sən elə qəşəng otaqda ol. Kondisioner nə qədər də var. Çox səliqəli. Ayaq yol kəsənlik eləmə. Yol kəsmə ayaqı. Bütün günü. Şeydir, Ha. nədir? Deyir idmanla məşğulam, bütün gün də konfet yeyir. Əxi maşallah kökəlir. Kökəldikcə də yumrulaşır, şirinləşir. Yumrulaşır, şirinləşir əxi. Hə dostlar, demək burada da 2 dənə yataq otağımız var. Mansardın izolyasiyasına qədər yüksək səviyyədə eləyir. Hə dostlar. Burada belə sanitar qovşağı var. Bunu bir dəfə çəkdik. Hə. Bəli. Bunu bir dəfə dostlar çəkdik. Beyləşmiş kimi elədik. Ev sahibinin pulu düzəlmədi. Ev alanın. Sahibi də deyir ki, əlim yanır. 112.500 manata da olsa gətirin müştəri. 112.500 manata həqiqətən də 120 minə çəkdirdi. Çox əlim yandı satır. 050 756 0047 tələsində olsa takip möhtəşəm atı evdir. bollu rəy yazın inşallah.